Belə bir isbat sualı var. Deyir hündürlüyü h oturacaqları A və B olan düzbucaqlı trapesiyanın diagonalları perpendikulyardırsa, isbat edin ki, h kvadrat bərabər A vurulsun B olacaq. Yəni oturacaqları hasil. Mən şəkli buradan çəkmişəm. Deməli biz burada nə edəcəyik? A'dan təbii ki, bu təpə nöqtəsindən paralel bu diametrə, daha doğrusu diagonala paralel düz xətt çəkirəm və buranı da birləşdirirəm. Burada nə alınır? Paraleloqram. Onda qarşı tərəflərdə nədir? Bir-birinə bərabərdir. Yəni ora A-dırsa, onda bizdə bu hissədə olacaq nə? A. Eyni zamanda bizdə burada diagonallar bir-birinə perpendikulyar idi deyə, o zaman mən bu diagonalı bura sürüşdürürəmsə, deməli burada nə olacaq? Bir-birinə perpendikulyar olacaq. Onda mən burada nə alıram? Alıram ki, burada düzbucaqlı üçbucaqdır və bu da nədir? Hündürlükdür. Deməli düzbucaqlı üçbucaqda h-ın düsturu necə idi? H kvadrat bərabərdir ayırdığı hissələrin hasili. Yəni A vurulsun B-yə.